balerina, xoreoqraf, baletmeyster, Bakı Xoreoqrafiya Məktəbinin bədii rəhbəri professor Leyla Vəkilovanın bugün doğum günüdür. Onun sənət yolu 8 yaşında Bakı Xoreoqrafiya Məktəbinin qapısından başlayıb. İlk illərdə Ədilə Almazsadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almazsadənin rəhbərliyi altında klassik baletin incəliklərini mənimsəyib. Məktəbi uğurla başa vuran gənc balerina Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist kimi qəbul edilib. Səhnə fəaliyyəti ilə yanaşı Leyla Vəkilova Azərbaycan balet sənətini dünya səhnələrində də layiqincə təmsil edib. O, Polşa, Suriya, Hindistan, Bolqarıstan, Fransa, Macarıstan, İtaliya, Türkiyə, Gürcüstan və Almaniyada uzunmüddətli qastrol səfərlərində olub. Balet ustası 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqs fənnindən dərs deyib. 1992-ci ildən isə bu sənət ocağının bədii rəhbəri kimi fəaliyyət göstərib. Leyla xanım çox təvazökar insan idi, həddindən artıq təvazökar insan idi və tələbkar bir müəllim idi. Mən onun müəllimlik fəaliyyətindən biraz danışım. Çünki uzun illər, 20 ilə yaxın onun sinifində konsertmeyster işləmişəm və bu illərdə Leyla xanımdan çox şey öyrənmişəm. Baxmayaraq ki, biz burada pianoçular, ali təhsilli Bakı Musiqi Akademiyasını bitirmiş pianoçularıq. Amma bu sənətin sirlərini mən məhz Leyla xanımdan öyrəndim. Onun yetişdirdiyi balet artistləri təkcə Azərbaycanda deyil, Moskvanın Böyük Teatrında, eləcə də Almaniyada milli balet sənətinin inkişafına mühüm töhfələr veriblər. Qəmər xanım xəstə olanda Leyla xanım bizi əvəz eləyirdi oğlanlarla. Çox maraqlı dərslər də keçirdi. Məzəli də belə əhvalatlar da olurdu ki, deyirdi, biz qızlarımız nəsə eləməyəndə belə baxırdıq, deyirdi ki, sən yaxşı qızsan, ancaq yaxşı qız sənət deyil. Çox gülürdü bizimlə, yəni ki, zarafat da eləyirdi, çox ciddi idi, dərsdə çox ciddi idi. Sesi də belə var idi ki, o qışqıranda hamısı eşidirdi, yəni ki, çox maraqlı dərslər keçirdi. Milli səhnə mədəniyyətimizin nadir incilərindən biri, görkəmli balet ustası Leyla Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib. Onun zəngin sənət irsi bu gün də Azərbaycan baletinin qızıl fondunu təşkil edir.